həm benzin, həm də dizelin keyfiyyəti mühərrik yağına təsir edir. Ona görə də məsələn bəzi məsələn yağlar var ki, standartlar. Məsələn orada yazır ki, bu yağları aşağı keyfiyyətli yanacaq istifadə olunan ölkələrdən məsələn istifadə etməyin. Bu həm dizeldə belədir, həm də benzindir. Amma son vaxtlar dizelin keyfiyyəti mən bildiyim qədər yeni avadanlıqlar gətiriblər, desin, keyfiyyəti qaldırıblar. Amma Azərbaycanda keyfiyyətsiz benzin keyfiyyəti son illər yəni mən yaxşılaşıb. Bildiyimiz qədər yanacağın tərkibində müxtəlif kimyəvi maddələr orada kükürt olur. Həmin onların yanması nəticəsində müəyyən o qurumlar əmələ gələ bilər, naqar əmələ gələ bilər. O təsir edə bilər. Əgər premium istifadə olunmalısa, amma aşağı aktanlı yanacaq istifadə olunursa, o təsir edə bilər. Düzdür, bunu bizdə istifadəçilər o qədər hiss eləmirlər. Çünki bizdə yağ dəyişmə intervalın adətən tez dəyişirlər 6-7 mindən və o da özünü dərhal bilindirmir də. İllər sonra hardasa bilindirə bilər ki, məsələn mühərrik yəni tez bir zamanda o eləməyəcək.